Salam əziz izləyicilər, 5-ci sinifin 2-ci hissəsinin səhifə 69-un çalışma həllərinə baxacağıq. Birinci çalışmada düz prizmanın verilmiş açılış şəkillərinə əsasən tam səthinin sahəsini tapın. Bizə burada şəkil verib və açılışda 4 ədəd müstəvi fiqur alınır. Gəlin bu açılış üzərində hər bir fiqurun ölçülərinin üzərinə yazaq. Bura 8, 6, yəni düzbucaqlı üçbucağın katetləri İki tərəfi 8, 6'dır. Digər üçüncü tərəf isə 10'dur. Yəni bura 8, bura 6 olacaq. Həmçinin bura 8, bura 6 olacaq. Hündürlük 7 olduğuna görə bunların hər biri 7, 7, 7 və 7 olacaq. Bura 10'dursa, yəni yuxarıda baxın, bura 10'dursa, burada 10'dur. Daha sonra bu hissəyə 6, bu hissəyə 6 uyğun gəlir. Bu hissəyə isə 8 və bu hissəyə də 8 uyğun gəlir. Hər birinin ölçüsünü üzərinə yazdığımıza görə sahələri hesablaya bilərik. Düzbucaqlı üçbucağın sahəsi 2'də 1 vur. Katetləri hasilidir. Və bundan 2 ədəddir. Birində yazıram o zaman. Bu düzbucağının sahəsi tərəfləri 7, 6 olduğuna görə 7'ni 6'ya vururam. Bu düzbucağının tərəfləri 7, 10'dur. 7'ni 10'a vururam. Bunun sahəsi tərəfləri isə 7 və 8'dir. 7'ni 8'ə vururam. Bərabərdir. 2 və 8 ixtisar gedir, 4 qalır. 24. Bu da ixtisar gedir, 4 qalır, 24 üstə gəlir. 7, 6'm 42, 7, 10'um 70, 7'ni 8'ə vuranda 56. Bunları hesablayaq. 24, 24, 48 üzərinə gəl. 42 və 70'i topladıqda 112 üzərinə gəl. 56. Daha sonra 112 və 48'i toplayanda 160, üzərinə gəl 56. Bunda cavab verir 216. Belə hissə yazıram ki, siz də bu formada toplayanda hissə yazıb asan cavabları tapa bilərsiniz. S bərabərdir. Keçək B bəndinə yazmağa. B bəndində açılışı, baxın, düzbucaqlı üçbucağın katetləri 2 və 1,5'dir. O zaman katetə 1,5 və 2 yazaq. 1,5 qısa olduğuna görə qısanı bura yazırıq. 2 bura yazırıq. 2 burada 2. Daha sonra hündürlüğü 3'dür. 3'dürsə hər biri 3. Bax burada 3, burada 3. Burada 3 və burada 3 olacaq. Düzbucaqlı üçbucağın böyük tərəfi isə 2,5'dir. Bura 2,5 olduğuna görə bura 2,5, burada 2,5 yazırıq. O zaman bu tərəf düzbucaqlı üçbucağın böyük tərəfinə 2,5 uyğun gələcək. Bu tərəflər isə düzbucaqlı üçbucağın kiçik tərəfi, yəni ən kiçik kateti 1,5'ə uyğun gələcək. Çünki 2'ni artıq yazmışıq. İndi gəlin bu sahələri hesablayaq. Hər birinin tərəfinin üstünə yazdığımıza görə. 2'də 1 vurulsun. Katetlər 1,5, 2,5'dir. 1,5 vur. 2,5. Biz bunu düstur 2'də 1 vurulsun, 1,5 vur, 2,5'dir. 2 ədəd düzbucaqlı üçbucaq olduğuna görə, yəni bu düzbucaqlı üçbucaqlar onsuz bir-birinə bərabərdir. Gəlin düsturun əvvəlində elə yazaq. 2 vurulsun. 2 vurulsun. 1,5 vur 2. 2,5'ni yazmışım. Üstə gəlsin. Çünki katetləri 1,5'dən 2'dir. Üstə gəlsin. Bu düzbucağının tərəfləri 3 və 2'dir. 3 vur 2. Bu düzbucağının tərəfləri 3 və 2,5'dir. Bunun tərəfləri isə 3 və 1,5'dir. Sahələrini tapaq. Burada ikiləri ixtisar apara bilərik. İkilər gedəcək ixtisar. 1,5'i 2'yə vuranda 3 eləyər. 3'ü 2'yə vuranda 6. 3'ü 2,5'ə vuranda 7,5. 3'ü 1,5'ə vuranda 4,5. Bunları toplayanda 9 eləyir. 7,5 ilə 4,5 toplayanda bizə verir 12. 9'dan 12'ni toplayanda da 21. Santimetr verdiğine göre santimetr kvadratı yazırıq sonuna. Həmçinin A bəndində də santimetr verdiğine göre sonuna santimetrin kvadratı yazırıq. Yəni sanki belə düşünün. Düzbucaqlı üçbucağın sahəsini taparkən katetləri hasilinin yarısını tapmaq lazımdır. 2 ədəd düzbucaqlı üçbucaq olduğuna görə düsturun qarşısına 2 vurulsun, hasili yaza bilərik. Digər tərəfdən isə hündürlük hər üçündə eynidir. Baxın, bu hündürlüyü 3'ü növbə ilə düzbucaqlı üçbucağın tərəflərinə uzunluğuna hasilini tapıram. Bax 3'ü bir dəfə 2'yə vurdum. Sonra 3'ü bir dəfə 2,5'ə vurdum. 3'ü bir dəfə 1,5'ə vurdum. Yəni verilən buradakı hündürlüyü hər dəfə
düzbucaqlı üçbucağın bir tərəfinə olan hasilini tapmaq lazımdır. Yəni bundan sonraki çalışmada, ikinci çalışmada açılış forması yoxdur, amma artıq biz burada qaydanı öyrəndik ki, hansı qaydana gedəcək. Həmin bu qaydanı tətbiq edib artıq ikinci çalışmanın həllərini asan tapa bilərik. A bəndində S bərabərdir. 2 ədəd düzbucaqlı üçbucaq olduğuna görə 2 vurulsun yazıram. 2 vur, düsturumu 2də 1 vurulsun. Düzbucaqlı üçbucağın katetləri 3 və 4'dür. 3 vurulsun 4. Üzərinə gəl. Baxın, hündürlük 4'dür. Bu figurun hündürlüyü 4'dür. 4'ü bayaq dediyim kimi növbə ilə düzbucaqlı üçbucağın tərəflərinə vuracam. Düzbucaqlı üçbucağın bir tərəfi 3'dür. 4'ü 3'ə vuracam. Digər tərəfi 4'dür. 4'ü 4'ə vuracam. Üzərinə gəl. Digər tərəfi nədir? Düzbucaqlı üçbucağın 5'dir. 4'ü 5'ə vuracam. Bərabərdir. Burada 2'lər ixtisar gedər. 3'ə 4'ə vuranda 12 üstə gəlsin. 4'ü 3'ə vuranda yenə 12 üstə gəl. Bunun da cavabı 16. 4'ü 5'ə vuranda bunun cavabı isə 20. 12 12'yi toplayanda 24 üstə gəl. 16 ilə 26'nı 16 ilə 20'ni toplayanda 36. 24 və 36'nı toplayanda isə cavabımız eləcək 60. Bizə burada metr verdiyinə görə sonuna yazırıq metr kvadrat. B bəndində S bərabərdir. Yenə 2 ədəd düzbucaqlı üçbucaq olduğuna görə 2 vurulsun yazıram. 2də 1 vurulsun. Düzbucaqlı üçbucağın katetlərinə baxaq görək nədir, hansı ölçüdədir. Katetin biri 9'dur. Bax burada yanlışlıqla 15'i götürməyin. Çünki 15 düzbucağın qarşıdakı tərəfdir. Digər katet 12'dir. Baxın bura 12'dir. Yəni katetin biri 9, biri 12'dir. O zaman 2də 1 vur 9 vur 12 üstə gəlsin. Figurun hündürlüyü, yəni bu tərəf 20'dir. 20'ni növbə ilə düzbucaqlı üçbucağın tərəflərinə vuracaq. Bir dəfə 9'a vuracaq 20'ni, bir dəfə 15'ə vuracaq, üzərinə gəl, bir dəfə də 12'yə vuracaq. Buna 2'lər ixtisar gedir. 9'u 12'yə vuranda 108, 20'ni 9'a vuranda 180, 20'ni 15'ə vuranda 300, 20'ni 12'yə vuranda isə 240. Və 108, 180, 300, 240 toplayanda bizə verəcək 828 metr verdiyinə görə sonuna yazırıq metrin kvadratı. Keçək C bəndinə. S bərabərdir. Yenə yazıram 2 vurulsun 2də 1. Düzbucaqlı üçbucağın katetləri 12 və 5'dir. 12 vurulsun 5. Üstə gəlsin. Hündürlük 6'dır. 6'nı növbə ilə düzbucaqlı üçbucağın tərəflərinə vurmaq lazımdır. 6'nı bir dəfə 12'yə vururam. 6'nı bir dəfə 5'ə vururam. 6'nı bir dəfə 13'ə vururam. Yəni düzbucaqlı üçbucağın tərəfləri 12, 5 və 13'dür. Yuxarıdakı tərəfdə baxın buradakı ilə tərəflə eynidir. 2'lər burada ixtisar gedər. 12'ni 5'ə vuranda 60, 6'nı 12'yə vuranda 72, 6'nı 5'ə vuranda 30, 6'nı 13'ə vuranda isə 78. 60, 72, 30 və 78'i topladıqda isə bizə verəcək 240. Metr verdiyinə görə sonuna yazırıq metrin kvadratı. Keçək 3-cü çalışmaya. Oturacağı düzbucaqlı üçbucaq olan şəkildəki düz prizmanın yaşıl yan üzünün sahəsi 48 cm, sarı yan üzünün sahəsi isə 20 cm kvadrata bərabərdir. Öndəki üzün sahəsi yaşıl yan üzdən 4 cm kvadrat çoxdur. Bu prizmanın yan səthinin sahəsi nə qədərdir? Yaşıl yan üz, baxın bu üzdən söhbət gedir. Hündürlük hər birində 4'dür. O zaman burada 4'dür. Yaşıl yan üzün sahəsini tapmaq üçün mən, sanki bura A'dır. A'nı 4'ə vurmalıyam və onun sahəsi də 48 verib. O zaman yazaq 4 vur A bərabər 48'ə. A'nı taparkən 48 4'ə böləndə 12. Yəni A'nın qiyməti oldu 12. Bərabər 12. Sarı yan üzün sahəsi 20'dir. Sarı yan üzün sahəsini tapmaq üçün da 4'ü, sarı yan üz bax buradadır. 4'ü mən bax bu tərəfə uzunluğa vurmalıyam. Bunu da B ilə işarə edeyim. İndi B-ni tapaq. Yəni 4 vur B bərabər 20'yə. O zaman B bərabərdir. 20'ni 4'ə böləndə eləyəcək 5. Bu tərəfdə oldu 5. Yəni düzbucaqlı üçbucağın katetlərini tapdıq 12 və 5. Daha sonra deyir ki, öndəki üzün sahəsi yaşıl yan üzdən 54 cm kvadrat çoxdur. Öndəki üz, baxın bu üzdən söhbət gedir. Bu üzdən üstünü
Karandaşla keçdim. Bax bu üzdən söhbət gedir. Bunun da bir tərəfi 4-dür. Bunu da gəlin C ilə işarə edək. C bərabərdir. Yaşıl yan uzun sahəsi nə qədərdir? 48. 48-dən deyir 4 sm çoxdur. 48 ilə 4-ü toplayaq 52. Bunun da yenə bir tərəfi 4-dür. 4-ü yəni vurmaq lazımdır C-yə ki 52-ni alaq. 4 vur C bərabər 52. O zaman C də bərabərdir. 52-ni 4-ə böləndə 13. Buranın da uzunluğu oldu 13. Artıq biz fiqurun bütün tərəflərin uzunluqlarını bildirik. Gəlin indi sahəni tapaq. S bərabərdir. Yenə 2 dənə düzbucaqlı üçbucaq olduğuna görə 2 vurulsun, 2-də 1 vur. Düzbucaqlı üçbucağın katetləri 12 və 5-dir. Üzərinə gəl. Hündürlüyü, yəni 4-ü növbə ilə düzbucaqlı üçbucağın tərəflərinə vuracağam. Düzbucaqlı üçbucağın tərəfləri hansıları oldu? 12, 5 və 13. 4-ü bir dəfə 12-yə vuraram, 4-ü bir dəfə 5-ə vuraram, 4-ü bir dəfə 13-ə vuraram. Burada 2-lər ixtisar gedər. 12-ni 5-ə vuranda 60, 4-ü 12-yə vuranda 48, 4-ü 5-ə vuranda 20, 4-ü 13-ə vuranda 52. 60, 48, 20 və 52-ni topladıqda isə bizə verəcək 180. Santimetr verdiyinə görə 180 yazırıq. Santimetrin kvadratı. 4-cü çalışma. Şəkildə əlil arabası üçün düz prizma formasında keçidin ölçüləri verilmişdir. Bu keçidin 1 metr kvadrat sahəsini rəyləmək üçün 100 ml boya lazımdır. Bu fiqurun səthini rəyləmək üçün ən azı nə qədər boya lazımdır? Bu fiqurun yenə sahəsini tapmaq lazımdır. S bərabərdir yazırıq. 2-də 1 vurulsun. 2 ədəd düzbucaqlı üçbucaq olduğuna görə qarşısına ilə 2 yaza bilərik. 2 vurulsun 2-də 1. Düzbucaqlı üçbucağın katetinin biri 4-dür, biri isə 0,9-dur. 4 vur 0,9. Üzərinə gəl. Hündürlüyümüz neçədir burada? Görsənir 3-dür. Yəni 3-ü növbə ilə düzbucaqlı üçbucağın tərəflərinə vuracam. Düzbucaqlı üçbucağın tərəfinin biri 4-dür, biri 0,9-dur, biri də burada 4,1 verir. Baxın, buradakı 4,1 həm də bu uzunluqdur da, burada 4,1. O zaman vuraq. 3-ü 4,1-ə vuraq, 3-ü 4-ə vuraq, 3-ü 0,9-a vuraq. Burada 2-lər apara bilərik ixtisar. 4-ü 0,9-a vuranda 3,6, 3-ü 4,1-ə vuranda 12,3, 3-ü 4-ə vuranda 12, 3-ü 0,9-a vuranda isə 2,7. 3,6, 12,3, 2,7 və 12-ni topladıqda bizə verəcək 30,6. Metr verdiyinə görə metrin kvadratı yazırıq. Daha sonra bizə şərtdə verib ki, 1 metr kvadrat sahəni rəyləmək üçün 100 ml boya lazımdır. Bəs axı biz 30,6 metr kvadrat almışıq. 30,6-nı da vurmaq lazımdır 100-ə. 100 ml. Bu da eləyəcək, vergül 2 dənə sağa sürüşəcək, olacaq 3060 ml boya. Biz də bilirik ki, 1 litrimiz 1000 mililitrdir. O zaman neçə litr olduğunu tapaq. 3600-ü də 3060-ı da bölək 1000-ə. Ki görək təqribən neçə litr boya lazımdır. Bu da eləyəcək 3,6 litr boya lazım olacaq.